Baban hanı? Baba, Ha. evdedir. Evdedir. Nefəsdir. Sağ ol. Babanı çox istəyirsən mi? Sən qadan olarak. Babam qəhrəman babadır. Bilirsənmi? Salam Meleş, bayramımız mübarək. Nə qədər erməni öldürüb, nə qədər düşmənlə döyüşür. Bilirsənmi onu? Ha, fəxr edirsənmi? Allah səni sağ eləsin. Allah sizə dəyməsin. Allah köməyiniz olsun. Sağ olun. Sağ olun. Salam Meleş. Gel. Bayramımız Şöyle mübarək. biz gelelim. Gel. Gel. Bayramın da mübarək. Ne var ne yok. Dolma, sen mağlulat, düğütçü ağlama kalkır. Salam, bayramımız mübarək. Allah sana değmesin, bayramın da mübarek olsun. Bayram mübarək. Salam, bayramın mübarək. Neçə belə bayramlara. Sağ olayım. Yok, borcumuzdur, hamımızın borcumuz. Gel. Bayramın mübarək. Sağ ol. Siz yerine sağ olun. Ne dersen, ne varsan, ne inirsen. Onlar nə öpdür? He, gel görün buraya. Gel görün, babayı çok istəyirsən mi? Babayı çok istəyirsən mi? Bak sen babayı çok istemelisən. Sen babaya qulluq eləməlisən. Baba döyüşçü yoldaşlarıdır. Babanın dostlarıdır. Sen de bizim bacımızsan. Sen de bizim nəvəmizsən. Ha. Niye ağlıyorsun? Sen düşman qabağında sınmadın, düşman qabağında qaçmadın ondan sonra. Her tərəfli o bizim döyüşçülərimizə, bizim qardaşlarımıza xidmət eləyibsən. Həm döyüşdün, Şuşadan tutmuş bütün bu bölgələrdə. Bilirsən bu sevinçdən. Bəli, bəli. Məni ki yad eləmişsiniz. Borcumuzdur. Bizim hər birimizin borcudur. Bilirsən mi? Bu vətən oğullar, döyüşən oğlanları sən ki belə yad edirsən. Allah canına dəyməsin. Ki, Arzu, mənim qardaşım. Mən dönə Allah təala şəfanı versin. Mən dönə telefonda dedim. Sən öz üzərinə böyük bir missiya götürmüsən. Böyük bir vəzifə götürmüsən. Yox, bu bilirsən, bir mənim yox. Bu bizim hər bir döyüşçünün borcudur. Gəl belə deyək. Oturub danışanda bizim elə bir döyüşçü qardaşlarımız var ki, hansısa bir danışanda deyir ki, bunu devlət eləməlidir. Devlət elədiyini eləyir. Biz nə eləmişik? Biz nə eləmişik? Nətər olur ki, Səngərdə döyüşmüşük, vətən uğrunda, torpaq uğrunda, analarımızın, bacılarımızın, bu indiki hal-hazırdakı gənclərimizin, gələcək gənclərimizin, bu bizim borcumuzdur. Yəni hər şeyi devlətin üstünə atmaq olmaz. Biz, əgər biz döyüşçülər, o xəstəmizin, yaralımızın, şəhid analarımızın ziyarət eləmiriksə, deməli biz başqa şeydən danışmağa haqqımız yoxdur. Bunu biz eləməliyik. Hocam rejyon diyor. Ben de bu departmana baktım. Ama 8 Mart'ta sen şehit ailelerden yok falan. O ben tanıdım. Döyüşçü uşaqları göstərdiğini. Allah'ın da olsun bizden de güzel fərəhləmiş. Hem de sana ürəkdən minnətdar olmuşam. Çox sağ ol. Ki o bilinməyənləri, tapılmayanları, o nəzərdən gözdən uzaqların hamısını çəkib çağırırsan otağa. Ki bunlar var. İndi düz deyirsən hökumət. Allah prezidentimizə dəyməsin. Çox çalışır. Dövlətin bütövlüyü uğruna o da həddindən artıq çox çalışır. Amma bu yerlərdə oturan məmurlar nəysə belə səhlənkardılar. Mənim qardaşım, bunu biz eləməliyik. 28 dənə hərbi komissar Müdafiə Nazirinin arxına sorğu göndərir. 96-cı ildən indiyə qədər. Son bax avqusta qədər də, keçənin avqusta. 28 sorğunun birinə cavab vermir Müdafiə Naziri. Müjeni mənim heç hamısı aynı dursun. Təşkilatında 850 nömrəli hərbi hissədə oldu.
o döyüştüğümün o 6 ayı gün yurtdalar. Ben qol çəkim maaş almışam. Mən ağlamda yaralı gəlmişəm, mən hospitalda yaralı yatmamışam. Bir nömrəli hərbi səhərə hospitalda. Qurban, tamam hoş qurban olun. Reis oldum hospitalda. Mən Bilirəm, onu bilirəm. yaralı kimi yatmamışam orada. Maşınla yaralılaşmışam şəhərdə. Belə, ramortdan belə. Mən çıxırdım pozisiya. Güllə altında mən yaralılaşırdım. Maaş almışam, borç etmişəm. Maaşı evə gətirməmişəm. Baxın, Rıdvan onu da almışam. Bilirəm. Mən evə maaş verməm. Mən Bu ev 84-də tikilən evdir. Hələ bir çöp hələ artıq onu. Arzu, sən o şərəfli yolu keçirsən. Sən həm döyüşürsən, həm bizim şəhidlərə nətər deyim, onların dəfn olunması üçün kömək edirsən, yaralarımızı sarıyırsan. Sən o şərəfli yolu keçdiyinə görə biz səni unutmamışıq. Bax, bugün gəlmişik, ziyarət edirik. Mənim əsas məsələ Qəbələ deyil. O bəxtlər dedik, mən nə, yəni hansı ki, bir vəzifədə işləmirəm, nə də hansısa bir kresoda oturmuram. Bizim həzimiz, Ürəkdəki təpə. nə də ki, yəni mən heç bir tərəfini saxlamıram. Mən sadəcə olaraq demək istəyirəm ki, biz döyüşçülər, bizim özümüzün təşkilatımız da var, özümüzün nətər deyim, idarəmiz də var. Yəni hər bir şeyimiz var. Biz Qarabağ döyüşçüləri bunu eləməliyik. Bax, sən müharibə veteranını almayırsan, düzdürmü? Qulaq, onu bilirik. Əziyyət çəkirsən, zulm çəkirsən, ala bilmirsən. Birinci, bunun günahkarı devlətdir, bunun komandirlərindir. O komandirlər, yəni vaxtında bu işləri qaydasında qoymayıblar, eləməyiblər, yəni bu olmuyor. Biz keçdik bu tərəfə, yəni bu tərəfə keçəndə, bax biz döyüşçülər təmənnasız getdik Vətən uğrunda döyüşdük. Yəni onları müdafiə elədik ki, düşmən torpaqlarımızdan, yəni torpaqlarımızı tapdaq eləməsin, yəni işgal eləməsin. Düzdür, 20% torpaqlarımız işgal altındadır. Amma o bizim günahımız deyil. Amma deyəndə sənin kimi oğlanlar, burada oturan oğlanlar 80% torpağı yəni saxladı. Bu oğlanlar, həmən oğlanlardır. Baxın, gör nə edirlər? Gedirlər, sənət düzəldirlər. Sonra deyirlər ki, özlərini elə bir hay astığa qoyurlar ki, bunu elə, onu elə. Eləməyəndə də özlərini döküb yandırırlar. Onu da kim eləyir? Bizim döyüşçülər deyir ki, bunu elə. Və ki, şərəfli oğlan özünü yandırmaz. Şərəfli döyüşçü onu yandırmaz. Nədən ötürü getmişdik müharibəyə? Təmənnən var idi sən müharibəyə gedəndə. Olmuyor. Hansı döyüşçü desin ki, mən gedəndə mənim təmənnəm olur. Hamı övünü, eşiyini atdı, biz təmənnasız getdi vətənimiz üçün, torpağımız üçün, millətimiz üçün, xalqımız üçün döyüşdü. Sən fikirləşərdin ki, sabah devlət Qarabağ əlinə ötükəcək. Devlət milli qəhrəman verəcək, nə varacaq? Biz bunu fikirləşmədən getmişik. Amma bugün devlət bunu eləyir, onun üstündə dava aparırlar. Olmaz. Qaldı ki, biz döyüşçülər, devlət Qəbilədir, bizim əsas Qarabağ əllərinə, şəhid ailərinə öv tikir, maşın verir. Buradan da hamını kürək satacaq. Bax, elə mən gələndən mən danışım, o qardaşlarım da ürək sözünü deysin. Allah canınızı sağ eləsin. Allah sizə kömək olsun. Yəni, biz Qarabağ əllərində borcuq odur ki, bizim öz qardaşlarımız, bax, sizin kimi qardaşlarımız var, sizin kimi məsələn şəhid ailələri var ki, övladları var, analı var, bacı var. Onları itirək, axtaraq, yəni onlar bizim əmanətimizdir hamısı. Həmçinin də siz. Ona görə də bizim də nəyə gücümüz çatarsa, bizim də nədən, məsələn, nə ehtiyac varsa, yəni onu qarşılayacaq da, yəni kömək də olunacaq da. Allah sizə dəyməsin. Allah həmişə sizin üstünüzdə yarasın. Sağ olun, minnətdarım, hamınıza. Oğullarımız var ki, güya ki şərəfli yol keçir. Maşının nömrəsini açıb gedir, başqa-başqa işlərlə məşğul olur. Gənclərimizi başqa-başqa pis vərdişlərə yönəldir. Mən şəxsən, mən elə insanlardan, mən yəni özüm səviyyəsində deyirəm, nifrət edirəm. Bugün o orden, medal dağınacaq düşən insanlardan nifrət edirəm. O işləri görən insanlar, mən onlardan bir xahişim var ki,
Bax elə belə insanları itirsin, axtarsınlar. Şan da oradadır, şöhrət də oradadır, qəhrəmanlıq da oradadır. Mən bilirəm, hə. İstədiyim arzum nə orden, nə medallar. Sən onun tür döyüşməyirsən ki. Bezvan, mən bugünkü gün realitet keçirirəm. Ayrı vaxt deyirik ki, birlik, cəmiyyət. Bax, beləncə xəstə, yorğan döşək xəstəsi olan adamlar bu cəmiyyətin bax, hansı xeyirləri dəyir? Biz bu günləri yığışmışıq, düzdür, hamımız döyüşçüyük. Bunu görürük, hamımızın ürəyimiz ağrıyır. Lazımdır ki, beləncə insanları ortaya çıxartmaq, lazımdır ki, efirə vermək, lazımdır ki, orada-burada görsünlər ki, bu döyüşçülər yataq xəstəsi olmamalıdır. Çünki bu canından keçib, qanından keçib, əziyyət çəkib. Bu adam nəyə görə bugünkü gündə yatmalıdır, kimsəsiz oturmalıdır burada? O düzgün deyil. Şey var, hər il 2 dəfə, 3 dəfə Səhiyyə Nazirinin əmri ilə sənədlərini rayonlardakı tibbi işçiləri o gələni poliklinikada, balnisada yoxdur, gələ bilməyənin göyə qapısına gedir. Ana niyə gəlmir? Bir ayda 28 dəfə skora gəlir. Gecə saat 3-dədir, 5-dədir, 1-dədir. Niyə gəlmir? Qapımı gəlir, açmır. Çalışırsan. Allah hədiyyətin ağırda qoymasın. Amin. Allah yoluna dəyməsin. Yox, mən heç bir əziyyət çəkmirəm, mağlub. Heç onunla da fərq edirəm, mağlub. Sadəcə olaraq vətəndaşlıq borcumuzdur, onu yer eləyirik biz. Bizdən o insanlar var ki, gedir, gəlir, məsəl üçün müəyyən şeylər eləyir, arxasında nəsə bir məqsəd yatır. Valla, bax, Allahın Məqsəd azabı. olsaydı, sən elə eləməzdin. Bizim nə məqsədimiz var, nə niyyətimiz. Bizim bir dənə məqsədimiz var. Bizim Qarabağ uğrunda adını döyüşçü qoyan oğlanlar, öz yanında şəhid olan oğlanların anasını və yanında yaralanan, yanında döyüşən oğlanların problemlərinin həll olunmasına köməklik eləsin. Onları küləyə verməsinlər. Onları başqa tərəfə yönəltməsinlər. Pis-pis fikirlərdən onları yayındırsınlar. Gəl özümüz kömək olaq. Bu görmədiyimiz tərəf var, ha. Görmədiyimiz tərəfi görək və hər şeyi devlətin yaxasının yapışmayaq. Devlət deyək ki, bizim Qarabağ əllərini öptükür, şəhid alətini öptükür. O günləri mən bilirsən nə qədər sevindim, nəyə? Gözdən əlil olan insanlara vicdaniyə tikib öz verir. Yetimxanada olan bizim o uşaqlara, körpələrə öz tikir verir. Bizim Qarabağ əllərinə öz tikir verir. Ondan sonra maşın verir, idmançılara maşın verir, öz tikir, pul verir. İdmançılar da bütün dünyada bizləri tanıdır da, düzdürmü? Və yaxşı biz nə edirik? Biz nə edirik? Bax, biz oturmuşuq nə edirik? Deyirik ver. Verir da, sən də o birisini elə də. Anladı yox. Mən özüm qamplarlam da, pensiyalıram. Özüm. Mən fikirləşirəm ki, mənim döyüşçü yoldaşlarım var, almayanlar var da. Onlar da məndən bərabər əziyyət çəkib baxır. Amma bugün mən Allahım o almır. Nə olar? Onun 11 ayını biz alaq. 11 ayını biz alaq. Onun bircə ayını o almayanlara sərf eləyir. Gedək onlara ziyarət edir. Əgər biz o şərəf yolu keçmişiksə. Sən də başqa fikirlərdən tam çıx. Nə problemin oldu? Bacardığımız qədər. Başa düşürsən? Gələcək də, gedəcək də, bilirsən? Ya belə deyək. Mən bir dəfə bir söz dedim. Mən ondan dedim, mən istəyirəm, təvcih yığılmışam, belə eləyər. O, bizdən var. Bizə yaraşmır, ha. Bizdən az yolu keçmişik. Biz birinci Allahın qarşısında günahdır, o cana qıymaq. İkinci də o həyatı bu bizə yaraşmır. Bizə yaraşmır, ola bilməz. Allah verdiysən Allah alarlar. Gələcəm də, gedəcəm də, narahat olma. Allah yastığını yüngül eləsin. Allah yastığınızı yüngül eləsin, Axsaçal. Allah canınızı sağ eləsin. Sən, bax, bu qardaşlarımın yanında deyirəm. Səndən bir xahiş edirəm. Bir qardaşına gəl qəbul edirsənsə. Başqa fikirlər tam yayındır. Özündən yayındır. Bilirsən mi? Birinci sənin balaların var, nəvələrin var, evlatların var, bizim kimi döyüşçü yoldaşların var. Cana qıymaq bizdən nədir? Heç onda biz yoxuq. Başa düşürsən məni? Olmasın. Oldu? Allah yastığını yüngül eləsin. Oldu mən qardaşım. Görürəm səni. Narahat olma, biz də sənin umudası deyilik.
Öpürəm. Sağ olun. Benden Yenə Allah bayramın mübarək olsun. Allah var eləsin. Allah Taala səni Allah bax bu səni qorusun. özdən, elmizdən, obamızdan, Allah səni xalqımız qorusun. üçün əksik eləməsin. Allah səni Nəvələrinlə, ailə üzrə, evlatlarla xoşbəxt ol. Sağ ol qardaşım. Sağ ol, Allah səni qorusun. Və də tez qutar. Sən döyüşçüsən. Mübarizə apar özündən, qalx ayağa. Qalx ayağa. Qalx ayağa döyüşçü olan. Qalx. Öpürəm. Baycar. Baycar. Abi, Bakıya gələndə elə telefonla zəng elə sənə darmaları verim. Yaxşı. Baycar onu. Oldu. Narahat olma. Hə, qadan qal. Sağ ol. Sağ ol. Mən sənin qadan qalım. Sağ Sağ ol. ol. Hamıdan minnətdar. Öpürəm. Sağ ol. Hamı sağ ol, hamı minnətdar. Sağ ol. Sağ ol başına. Ha, anam, sağ ol. Hə, sağ ol, sağ ol. Allah köməyiniz olsun. Sağ ol. Demirəm belə. Qardaşımla həmişə müğayət olubsan, yenə Hə, müğayət yes, ol. tariximizə. Qardaşım ürəkdirə ver, qoçer qalsın. Sağ ol, Meri. Gidiyoruz kamera. Sağ ol, sağ ol. Bax, babi çox istə, yaxşı mı? Hə, Bax, babası ged üzündən ürəkdir, öp, başını sığalla. Yaxşı? Hə, sağ olun. Allah'tan minnettarım. Allah etki eləməsin evlamana bana. Sağ ol. Sağ ol, Allah yastığı gül eləsin. Sağ ol, qazanı sağ ol. Sağ ol, qardaşlar. Sağ ol, elin var olsun kardeş.